23 milyardın hesabatı verilməlidir. 23 milyard xərclənib və qarşılığında nələr olunubdur? Mən inanıram ki, o pulun böyük əksəriyyəti yeyilibdir. Niyə? Çünki 180 minə tikilən evin o gün videosuna baxıram, adamın ağlamağı gəlir. 180 minə, 30-35 minlik, 40 minlik, maksimum 50 minlik evlər 180 minə hesaplanıb dövlətdən pul alınıbdır. Halbuki bu evlərin maksimum qiymətləri 50 min olardı, ondan artıq olması mümkün değildi. 3 otaqlı, hətta bu mən ne deyirəm, 3-4 otaqlılardan gedir söhbət 50 min. 2 otaqlılardan yox, 1 otaqlılardan yox. Onlar 15 minə, 18 min, 20 min bura gəlir. 30 minə 2 otaq başa gəlir. Maksimum özünü öldürsə. Çünki niyə? Orada işləyənlərə, fəhlələrə verilən əmək haqqı, dostlar, topdan olduğuna görə az olur. Yəni, nə mənada az olur? Çox işdə çox qazan. Tutalım, burada hörgünü qoyurlar 7 manat, 10 manat arası. 7-yə tək hörgü qoyurlar, 10 manata cüt hörgünü qoyurlar. Qarabağda bunu edirlər 5 manata. 3.50, 4, 5, 5.50 maksimum. Yəni, yarı-yarıya. Və sonunda bu evlərə xərclənən pullar kiminci binə gedib? Əgər biz 23 milyarda 10 min adam köçürtmüşüksə, belə çıxır ki, 100 milyarda biz cəmi cümlətəni köçürdəcəyik 50 min adam. 50 min bir Ağdam demək deyil. Bir Füzuli demək deyil. Bir Ağdara demək deyil. 50 min adam nədir ki? 50 min adam Qarabağın 2 dənə, 3 dənə normal böyük kəndi deməkdir. Hanı bu pullar bəs? Nəzərə alsaq ki, Xocalıda evlər hamısı sappalam sağlamdır. Nəzərə alsaq ki, Xankəndidə bütün evlər sağlamdır. Nəzərə alsaq ki, Şuşadakı da bütün evlər sağlamdır. Və bir çox kəndlər sağlamdır. Heç bir problem yoxdur. Kənd dağıdılmayıb. Sadəcə hər şey yerindədir. Necə lazımdır? Qardaş, insanlara imkan verin, geçsin öz kəndində yaşasında. Sənin işin dövlət kimi infrastrukturu yaratmaq olsun. Yolu çəkdin, atan rəhmət. Suyu çəkdin, işığı çəkdin, qazı çəkdin. Bitdi məsələ. Telefonu çəkdin, internet çəkdin. Dur qıraqda. Kənd adamına ev ver, həyat ver. Gediblə kənd yaradıblar. Ağıllı kənd. Ölkənin hamısı başdan xarab. Qarabağda 2 kənd ağıllı. Nə oldu? Bizim için ağıllı 2 dənə çatlar çıxdı. Hər şeyimiz qutarmışdı, qalmışdı bir saqqal darağımız. Hər şeyi qutarmışdı, bir də ağıllı kəndimiz qalmışdı bizim. Kənd ağıllı olub neyə niyəcəkdi? Şəhərləşəcəkdi. Bəli, ağıllı kəndi bunlar necə nəzərdə tuturlar? Şəhərləşmə. Yan-yana evləri düzüblər, güya kənddə yaşayır insan. Həyatında həyatı yox. Əhməyə, becərməyə, bunun həyatında bir 2 dənə kərdə eləməyə, 2 dənə meyvə ağacı əhməyə həyatı yox. Niyə inir o kətdə o torpağı? Nəyinə lazım oturub da Bakıda, həmən qutuda. Qutuda oturacaqsa Bakıda oturub da rahat, paytaxtda. Ən azından burada heç olmasa pul qazanmaq şansı var. Onun orada qazanmaq şansı yox da. Niyə vermirsiniz bu cəmaat o pulları? Çağırın ailəni, ailə başına qardaş. Verin 50 min, 60 min, 10 min də artıq verin. 180 min hansısa bir dəllala verib onu varlı eləməkdəndirsə, 180 minə 3 dənə ev eləyir. Yəni 60 mindən. 60 min ver hər ailəyə. Deyin qardaş, məsələn tutalım ki, 600 milyon. 1000 dənə ailə. Ver payla, üstündə dur. Sənin pulu düzgün istiqamətdə xərcləməyən ailənin anasını ağlat. Deport elə ölkədən deyən köpək oğlu. Bu pulun zərrə qədərinə göz tikərsən, sabah gəlib deyərsən ki, mənim evim yox, eşim yox, sənin gözünün ikisini bir deşikdən çıxardaram. Və nəzarət mexanizmin olsun, üstündə nəzarət qoy. Tikintiyə nəzarət eləsinlər ki, saxtakarlıq olmasın. Torpaq sahəsini ayır, ver adam özü tiksin qardaş. Material mağazasını aç oradan, adam geçsin, lap oradan materialını alsın.
Amma biz nə edirik? Biz veririk dəllallara, dəllallar gedir 3 otaqlı, bərbad vəziyyətdə olmuş bir dənə evi 180-185 minə kitaba salıb 30-35 min pul xərcləyib qalanını mənimsəyib var dövlət sahibi olurlar. Bugün Bakıda qalxan evlərin qiyməti bununla bağlıdır. Ha dostlar, tək bu deyil. Mən hər dəfə deyirəm, Bakıda mənzillərin qiyməti qalxma səbəbi dövlət strukturlarının onlardan qopartdığı rüşvətdir. Tək o deyil. Həm də alıcı var. Tutalım ki, rüşvət var. Evin qiymətini qaldırır rüşvət. Amma bu evlər dərhal satılır. Onda belə bir sual çıxır ortalığa. Kim alır bu evləri?